Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri 197-ci proqramı başlayıram. Cəhalət mühəndisliyinə qələbə proqramın bərnaməsini aparıram. Umarım ki, inşallah xeyirli olsun. Allaha təşəkkür edirəm ki, bu günü də məni yuxudan ayıltdı, mənə bir təzə zindicanlıq verdi, ləzzət çəkmək üçün, dünyanı görmək üçün, dünyanın ləzzətlərindən fayda aparmaq üçün. Ha belə mənə bu istəyi verdi ki, türk dilinin, türk mədəniyyətinin, türk uyğarlığının, türk əxlaqının, türk düşüncəsinin, türk yazısının, türk dilinin, türk ədəbiyyatının bir ayrı ulduzu ilə tanış olum və mühəndisi cəhlidən belə boşalım. Yəni hər nə qədər türkluqla tanış oluruq, türk uyğarlığı ilə, türk tarixi ilə, türk mədəniyyəti ilə, türk yazısı ilə, türk düşüncəsi ilə, türk əxlaqı ilə, türk din anlayışı ilə tanış oluruq. Belə düşmənlərin yaratdığı cəhalət mühəndisliyindən uzaqlaşırıq. Bunun üçün şükür lazımdır. Həm Allaha, həm o dədələrimizə, nənələrimizə ki, zəhmət çəkiblər, bu mirası bizim üçün qoyublar, bu günlər üçün qoyublar əlbəttə ki. Gedək görək bu günləri şansımıza hangi kitab açılır, o kitabdan başlayaq və oxuyaq. Geçənki kitablardan açdı bu. Bu nədir? Açıldı. Okey. İştibah açmışdım. Gedək görək şeyi. Keçən kərə bir sənəd açdıq, görsətdik. Bu kərədə bir ayrı sənədə baxmaq olar. Hətta bu qalsın. Bu sonra bu sənədə baxmaq olar. Gedək görək ki, bugünkü kitab, hangi kitab bizim şansımıza çıxır, onu başlayaq oxuyaq. Geçənki kitabda Cəlibdir, bu qatışıbdır. Mən istədiyim şəkildə elə bir ki, əl buyruğu oxumuşduq, bunları oxumuşduq amma çox qatışıb bunlar nəzərimə. Mənaqib-i Şeyx Səfi, Kəşf-ül Fəlsəfə Mustafa, bunlar tazıb qatışıblar. Lütfi Divani Zəkib, Səfər İbn Filan, Risale-i Uruz. Qatışıb biraz o şeyi ki istirdim o deyil. Yəni kitab biraz burada nəzərimə gəlir ki, bəzi şeylər qatışıblar. O cür ki yendirmişdik, onun üzü ilə getmir. Bəli, burada məsələn mənqəbələri oxumuşduq. Muntaha Divani Ləddi. Bunu da oxumuşduq. Səfərnami İbn Fəzlan məsələn oxumamışdıq. Amma bu gəlibdir bura. Babir Paris Əliyədi. Məsələn, Bədri Şirvan böyle Babir Şah Berlin əl yazması, tarixi mənqəbələr. Tamam, bu Səfərnami İbn Fəzlanı açıq görək ki, ehtimalən farisi olsa bunu oxumayacağıq. Görək. Bu kitab, biz burada çox çalışırıq ki, o türkü kitabları oxuyaq ki, əl yazma kitabdılar. Yəni xəttidirlər və qədimidirlər. Çapı kitablar, özəlliklə bu 250 ildə çap olan kitabları oxumuruq. Çünki onların içində mühəndislik, cəhl və cəhalət işin görübdür. Onların
içində çox yerləri dəyişdiriblər ta oxucunun beynin dəyişdirələr. Oxucunun beynin ağıllı insanların beynini nə cür dəyişdirmək olar, ya savadlı insanların beynini nə cür dəyişdirmək olar? Onlar kitablara etimad edirlər. Normalda kitabların sözlərinə etimad edirlər. Və ən yaxşısı ağıllı insanları, ağıllı insan deyəndə savadlı insanlar deməkdə istəyirəm. Yoxsa ağıllı insanlar, hər insan ağıllıdır təbii ki. Savadlı insanları tavlamaq üçün ən yaxşı və sadə, qolay yol budur ki, onlara deyirlər, hər kitab ki oxusan, xüsusən danışqahlarda, təhqiqat filan, bunlar elmi kitabdılar, bunlar tərəfsiz kitabdılar. Və o tərəfsiz kitabda siz istədiyiniz düşüncəni yerləşdirəsiniz, yalanları yazasınız, ya düşüncə mənfəətinizə olan sözləri orada yazasınız, amma tərəfsizlik adına. Və o oxucu bunu oxuduqca onun beyni ilə siz oynursunuz. Bunun da əsli oyunu, o teknik ki buna işlədiblər, o yol yöntəm ki götürüblər insanların beynini ələ gətirsinlər, tikrardır. Yəni bir dana düşüncəni, bir dana fikri siz cürbəcür adamların dili ilə, cürbəcür kitablardan, da İran içi olsun, xarici olsun, ərəb olsun, türk olsun, müsəlman olsun, yəhud olsun, məsihi olsun, Amerikanın kitabları olsun, Avropanın kitabları olsun, danışqahlar olsun, bunlarda eşitdiyinizə görə inanırsınız. Deyirsiniz ki, filan kəs deyək, yalandır, filan kəs də yalandır, filan kəs də hamı ki yalan yazmaz. Yəni bu qədər. Amma cəlibdir ki, hamı yalanı yazanda inanırlar. Və biz hamının yazdığı yalanlarla cəhalətə girə bilirik. Yox ki, əgər qərar olsaydı, adamlar bir-birinin ziddinə yazsaydılar, inanmasaydılar, bunları elmi deməsəydilər, bunlar elmi deyil, çox bir qarma-qarışıq bir vəziyyətlə üz olardıq. Bir kitab oxuyardıq, deyərdi Həsən, o birisi deyərdi o Həsən yalandır, Hüsündür məsələn. Biz onu bilərdik ki, burada yalan var. Amma indi görürük ki, hamı bir sözü deyir. Bu sözü deməkdə bəllidir ki, bu 2-2-4 deyil ki, bu bəllidir ki, bir siyasi bir mərkəzdən, bir düşüncə mərkəzindən bunu aparırlar qabağa. Toplumda heç zat 2-2-4 olmaz. Tarixdə də 2-2-4 deyil. Tarixdə bizə seçilmiş, bir dana məsələn fərz edin ki, girmişsiniz bir, indi bilmirəm dostlar, bəlkə getməyiblər böyük ambarlara. Mən məsələn şeydə işləmişəm, Amazonun ambarında işləmişəm. Amazonun məsələn ambarının boyu 300 metr, 400 metr, eni də 300-400 metr. Orada 8 metr, 9 metr ucalıqda qəfəsələr, hər şey tökülü bura, hər şey var. Tazası var, köhnəsi var, qeytərilmişi var, fabrikadan gəlmişi vardır. Onları siz seçirsiniz. Gedirsiniz oradan, tarixçi o cür bir şeydir. Tarix yazan gedir, buradan deyir, bu mənim tərtimə deyil. Niyə ki, mənim ideolojimə bu yaxındır, mənim düşüncəmə, teorimə bu yaxındır. O da onu, o da o. Bunları seçir. O birisləri niyə seçmədi? Çünki onlar bunun fikrini qəbul eləmir. Onlar bunun fikrinə uyğun deyil. Necə ki, məsələn, indi internetdən alver edirsiniz, gedirsiniz orada, məsələn, nə bilim, gözlük axtarırsınız. Gözlüğü sizə milyonlar gözlük göstərir, amma siz onlardan birini seçirsiniz. Niyə seçirsiniz? Sizin, məsələn, yaraşır, mənə yaraşır. O halda ki, mümkündür ki, ayrı adam baxa deyək, o yaraşmır, amma siz fikirirsiniz ki, o sizə yaraşır. Onu alırsınız. Ya rənginə görə alırsınız filan. Çünki bu rəngdən sizin xoşunuz gəlməsi seçməzsiniz. Onun cinsindən siz onu xoşunuz gəldiyi üçün sizə istədiyinizə oxşadığı üçün, yaxın olduğu üçün onu seçirsiniz. Tarix də beləsidir. İndi xüsusən bu tarix əgər əl yazma deyilsə, çapdırsa və bazar üçündürsə. Baxın, əl yazmalar bazar üçün deyil, hamı üçün deyil. Əl yazmalar savadlılar ki, zorları çata, onlar üçün yazılıbdır o zaman. İndi ki, kitab çap olubdur, bazar üçündür. Yəni, nağıl da satılır, filan da satılır, hər şey satılır. Millət də onu alır, əlaqəsi olanlar da onu alırlar. Riqabətdir bir cür. Hər kəs daha çox yalan yaza bilsə, ehtimalən çox sata bilər. Necə ki, indi məsələn, mən burada əl-an başlayayım, coş deyəm, 1 milyon nəfər gəlib baxa bilər. Amma indi ki, məsələn, kitab oxuruq, məsələn, heç kəs baxmaq istəmir. Əslində mühüm deyil mənə. Çünki mənim amacım bu deyil ki,
insanlar gəlsinlər, qulaq asınlar. Mənim əsl amacımdır ki, özümü gəlişdirəm. Özümü təlim etdirəm. Yəni biz dərs oxumuşuq, bir yerə yetirmişik ki, indi biz özümüz müctehid olmaq gərəkir. Xüsusən ki, ömrü də bir 35 il, 40 ildə də yazı ilə, pozu ilə keçiririk. İndi biz özümüzü gəlişdirmək, fətva vermək mərhələsinə gəlmişik. Biz indi gərək özümüz hər kitabı açaq, zor da olsa, xoş da olsa onu oxuya bilək. Və bunu öyrənmək lazımdır. Bunu da öyrənirəm. Mən Allaha min mərtəbə şükür edirəm ki, mənə bu iradəni bəxş eləyibdir, bağışlayıbdır və mən bunun üzü ilə eləyə bilirəm ki, özümü gəlişdirəm, düşüncəmi gəlişdirəm. İndi insanlar da baxarlar, bir şey öyrənərlər, ya istərlər, əlaqə taparlar. Bundan hətta budur ki, düşmənlərin qarşısına ki, deyirlər, farslar türklər kitab yazmayıblar, dillərinə şey eləməyiblər. Onların da qarşısına belə bir şey qoymaq olar. Bu kitab buradan ki görürəm, burada bir türk kəlməsi gördüm. O nə idi? Əgər eləyə bilsək qayıt, sağ dalı, o türk kəlməsini bir də görsək çox yaxşı olar. Danışmən türk Zəki, Vəlid Toğan, Kəşf və Sipəs Dərri Təsris Danışmən Şərşiniz Qıdırışdı Şüdəsi. Bu kitabın haqqında danışır. Bu kitabı yazan Tehran, Fərvərdin 1345, 1245-də. Məndən bir il sonra, mən doğulandan bir il sonra bu adam, Əbülfəz Təba-Təbai adında bir adam bu kitabı, buna bir müqəddəmə yazıbdır. Kitabın qalanı da zahirən farscadır. Bu kitabı elə burada qoyaq geçsin işinin dalısıcan. Çünki biz farsı kitablara, xüsusən çap olmuş kitablara əslən əhəmiyyət vermirik. Görün burada tərcüməsi. Əsli kitab buradan başlanır. Buradan da bir ayrı bir şeymiş. Baxın, tərcümeyi mətn. İndi burada oxusaq biz görürük ki, məsələn, harda İran və Türkistan. Əslən, İran kəlməsi gəldi, yəni kollən yalandır. Çünki İran taza bir sözdür. Belə yap deyək ki, Səfəvi dövründə yaranıbdır. Səfəvi dövrü taza 500 illik bir şeydir. Yəni ondan qabaq İran adında bir torpaq, bir insan yoxdur. Mədinətüssəlam hərəkət gəldim, Dər Nəhrəvan. İndi burada Kirmanşah, burada yazıb dinləmə, Kirmanşahın adına baxaq. Bir də bir şey gördüm. Dər Həlvan və Qərəmisin, Qərəmis. Bilirik türkcədir. Kirmanşah rəftim. Və Doruz Dərancam. Baxın, Kirmanşahı lağət bu gətirib bu Kirmanşahı adını burada şeydə qoyubdu. Parantez arasında qoyubdu. Gərək bunu parantez arasında qoymayaydı. Gərək şeydə qoyaydı, kroşedə qoyaydı. Əgər istəyir tərəfsiz olaydı. Deyir ki, bu mənim anlayışımdır. Yəni yazarın anlayışıdır. Həlvan və əlbəttə burada indi şey görsənir. Qərəmisin. Bəli, Qərəmis. Qərəmisə gediblər, türk, yəni Kirmanşah türk torpağıdır. Hangi zamanda? O zamanda. Az Həmədan və Savə. İndi Həmədan o tarixdə Həmədan idi, yoxsa Savə idi. Bunları soruşmaq lazımdır. Bunun üçün Rey, məsələn, Angah və Xarri rəftim. Simnan və Xarri türk addır. Simnan və əzəncə bir Damxan. Hələ, beləsi bir şey götürüblə yazıblar. Çox buradan gedək. Bu kitabı bağlayaq. Bunun işimiz yox. Çünki bu biz istədiyimiz dildə deyil. Tarix mənqəbələri oxumuşduq. Görək bunlardan Şeyx Səfini oxumuşduq. Həm Əl-Buyruğu oxumuşduq. Həm də bunları oxumuşduq. Divan Zəkini də oxumuşduq. Qudsiyə, Uruz-u Türki, Uruz-u Risale-i Uruz, Babir, Pars, əli yazma. Bunu da təqribən baxaq görək bunu görmüşdük. Bunu da baxdıq, oxuya bilmədik, nəzərimə gəlir. Çünki çox rəhlər, ya oxuduq biraz. Bunu oxuduq biraz. Bədri Şirəvani.
həm səfələri zahirən azdır, həm də ki, bu da farscadır. Cirlək oxumuşduq, fikrim bunu oxumuşduq, məngəbələri oxumuşduq, xətmən oxumuşduq bunları. 54 fərzi oxumuşuq, Pirisani oxuduq, İrşadi Əşari, Əbülxeyr Nəsihətnaməsi. Bunu oxumuşduq, tamam, buracan gəlmişdik. Ədliyə Ərəbi Türkünü fikrim yox axirdə, yox, bunu oxumuşduq. Təzkiri Məcmuəl Xəvas, Sadiqi Kitabdar. Nəsihətnamələri oxumuşduq, tamam. İkinci nəsihətnaməni də fikrim oxumuşduq, tamam, buracan gəlmişdik. Bəli, bunu da oxumuşduq. İndi buracan gəlmişdik. İndi burada Mənzum Maarif, ya fikrim axirin kitab ki, oxumuşduq, bulardır. Gəlmişdik Mənzum Maarif, Maarif Nəsihətnamə. Bu birinci kitabı açaq. İsmail Həqqidir və ikinci kitab da burada yenə bir nəsihətnamədir. Açıq görək ki, bunlar bunu oxumuşduq. Bu kitabı oxumuşduq. Bu nəsihətnaməni bir-iki gün öncə, yəni bir-iki proqram öncə bunu oxumuşduq. Bu getsin işinin dalıcan. Bu Məarif-i Mənzum dediyimizi aşmışıq. Görək ki, Məarif-i Mənzum. Tamam. Bunun əvvəl bir kiçiklədik, bunun baxaq görək ki, yerləşsin səhifəyə bunun böyük kiçikliğini görək. Bu kitab yazıblar ki, 20 səhifədən ibarətdir. PDF-də əlbəttə. Bunun gözəl yazılısına baxırıq. Bəllidir, bu Osmanlı dövründə şey olubdur. Bunun hardan deyirik? Bu birinci səhifənin yazının başında çəkilən nəqqaşi forməti Səfəvi dövründən fərqli olduğu üçün deyirik ki, bu oradadır. Səfəvi dövründə o minarə halətində görünənin üstündə şey olmur. Normalda elə bir məsələn bir gül çıxıb gedir göyə, o deyil. Bu mənim nəzərimcə iki dana dünyanı şey edir, sembolizə edir. Bir bu ki, içimiz ya İslam dünyasını göstərir ki, burada bir şeylər çoxdur, çoxlu güllər vardır. Amma bir də var eşiyə bunu nə verə bilirik, ya Allahla nə cür bir irtibat. Bu halətdə də o oradan eşiyə çıxanları göstərir. Kitab bir gözəl xətt ilə yazılıbdır. Bəzi yerdə qırmızı görürük. Əlbəttə çərçivə çəkilib dövrəsinə, həm də misrələrin də dövrəsinə ayırıbdır bir-birindən. Görürük ki, sonda da hər bir şeirin sonunda iki misrəni qırmızıca yazıbdır, ta o birisi şeirdən ayrılsın. Burada da görürük kitablar tərsi olubdur. Yəni 7-ci səhifədən sonra görürük ki, səhifə burada düz baxırıq. Bunu şey eləyəndə indi bəlkə də düz deyil hətta. Çünki bəlkə düzdür. Əlbəttə 7, bura neçə idi? Bura baxsaq. Burada xətt qoymayıbdır. Yəni şumarə yazmıyor. Burada bir şumarə kimi bir şey görürük. Hər halda o səhifəni tərsə qoyublar. Başı aşağıdır, ayağı üstdədir. Bu birisi səhifədən düzəlib. Yenə bir dana eyni o cürsə. Bir dana tərsə, iki dana tərsə, bir dana düz, iki dana tərsə. Cəlibdir bu kitab. 2 tərsə, 1 düz qoyubdur və qutardı. Kitab üst-üstə biraz qocalıbdır, biraz həpriyibdir, cırılıbdır. Amma gördüyünüz kimi kitabın içi salim qalıbdır, pis deyil. Fayda götürmək olar. Bununla belə ki, mütəəssifanə bunu PDF eləyəndə səhifələri qatışdırıblar. İndi gələk görək ki, bu kitab harda qalır? Bunu biraz böyüdək ki, burada yer olsun. Nəmənə kitabxanəsi müraciə 245-ci nömrə ilə ədəbiyyat kitabxanəsi. Üstdə də əlbəttə bir ayrı bir şey yazıb. Yəni bu tərəfdə birinci görürük ədəbiyyat kitabxanəsi. Burada bir dənə ehtimalə o da elə ədəbiyyat kitabxanəsi olacaqdır. Müraciə 532 nömrəli vurubdur. İstanbul Universitesi Kütüphanəsi.
kitab orada saxlanır. Şumarəsi də T245 nömrəli kitab İstanbul kitabxanasında, İstanbul Üniversitesi kitabxanasında saxlanır. Səbəb və Mövlan, müraciə, İsmail Haqqi Şərifi, Müstəfa Mütəsərrif, İskəndəriyyə, Sabiqən 57. Sahib və Maliki müraciə ya Mi'raciyyə. Kitabın adı Mi'raciyyədir. Mən orada da bunu iştibah müraciə dediyim o qələtdir. Mi'raciyyə. Kitabın adı, mən indi bunu yazım ki, buradan da özüm bir qələm vurduqcan özümə yazı götürüm. Bunu İsmail Haqqıdır. Bu bunun Malikidir. Malik. İsmail Haqqi Şərifi Müstəfa. Bunun hələ adının davamı var. Şərifi Müstəfa. İskəndəriyyə Sabiq. İskəndəriyyədədir. İndi əgər bu İskəndəriyyə acaba Misrdəki İskəndəriyyədir, yoxsa Türkiyədəki İskəndəriyyədir, onu mən bilə bilmədim. Elə bilirəm Türkiyədə də İskəndəriyyə var, ona görə bunu dedim. İndi burada bir şək var. Əlbəttə bunun qarşısında bir dənə də möhür qoyubdu. Ehtimalən möhürün şəkli görsənmir, amma ehtimalən elə bu həman bu İsmail Haqqı cənabların ki, qabaqcında özündən bir kitab oxumuş oldu. Təmmə intiqal iləl fəqir, indi bunu satıblar, alsat eləyiblər. Təmmə intiqal iləl fəqir, Əli Rıza İbni Müşari ileyh, İbni Müşari ileyh, Əli Rıza İbni Müşari ileyh, Əl-Mərcun və ən xuləfail ədə. Bunu oxuya bilmədim. Burada calibdir, burada bir səhvədə yazıbdır. Hər halda bu kitabı alıb satıblar bir-birinə. Burada 2 dənə möhr vurulur ki, kim kimə satıbdır. Ehtimalən burada bir şeylər də yazılıbdır. 57, 50, indi bu nə mənədir, bunu oxuya bilmirəm. Sabiqəli, İskəndəriyyə Sabiqəli, Sabiqən mən oxudum, Sabiqən, Sabiqəli. Burada 27 bir şey yazılıbdır. Bunlar hər halda bir ədədlərdirlər ki, hələfi ilə mənim savadım çatmır oxumağa. Bəndi hazihil mi'raciyyə əqtəbul arifin gavsul vasilin sətmiyul Zəbih Şeyx İsmail el-Haqqiyyə el-Cəlvəti. Bəs kitabı, əslən kitabın ehtimalən yazanı da bu olacaqdır. Çünki bunun üçün hazihil mi'raciyyə əqtəbul qutb əqtəbul arifin gavsul vasilin sümmiyyə adlanıbdır. Əz-Zəbihu Şeyx İsmail el-Haqqiyyə el-Cəlvəti bil-cimil bərsuyyə. Bərsuyəvi. Bundan qabaqcan bir kitab oxumuşduq. İsmail el-Haqqiyyə el-Cəlvəti Şərif Müstəfa deyil. Bunu Şərif Müstəfasını götürək. Əsli adını burada davamını yazaq. Haqqi el-Haqqi el-Cəlvəti bil-cəbəmi el-bərsuyyə. İndi orada bir şey yazıb da bilmədim ki, o nə olacaqdı? El-Bərusəvi. Qəddəsallah sirrəhul xəfiyyə vəl-cəliyyə və fiyha minəl muhsənəti sənətül iltizami və təcnis vəl-təqarub cəaləhəllah murtəqəl vüsuli ilə cənabihir rəfi'i bikərəmihi
Ceyyə əş-şəfi. Ceyyətə şəfi. Hər halda biraz oxuması zor oldu, amma oxuduq. Bir iki kəlməni də qələt oxusaq oxuduq. Yəni burası dərd edək. Hər halda bu insan Qutbul Arifindir, Qavsul Vasilindir, Zəbih deyiblər buna. Ehtimalən bunu öldürüblər ya nə cür. Ona görə Zəbih deyiblər adına. Əş-Şeyx İsmail filan adı da odur. Bundan qabaqcan bir kitab oxumuşuq. Dualar da edirlər. Bismillahirrahmanirrahim. Gəl buru ey bülbülü bağu səfa, nali pürü az gülüstan vəfa. Pürdaz, ey nal perdaz gülüstan vəfa. Gəl buru ey bülbülü bağu səfa, nal perdaz gülüstan vəfa. Qəməri huzən sərusna, قمری هوزنی سرو سنا، طوطی گویندگی مدح ثنا، طائر قدسی سدره آشیان، مرغ خوشخوان چمنزار بیان. Olmuş iken sakini sahni gedem, eyledün bu alemi vəz'u ədəm, vəz'u qedəm. Fəlsəfiyə geçdi. Ya deyək fəlsəfə demesək deyək ki, kəlam. İslamda kəlam bəhsi var. Kəlamda fəlsəfi bəhsləri din içində aparırlar. Olmuş ikən sakini sahni qədəm Allahdan danışır. Eylədün bu aləmə vəz-i qədəm ya qədəm. O qədəm geçmiş anlamında, bu qədəm ayaq basmaq, gəlmək anlamındadır. Həmçü tavus eylədün colancəri, ruze-i lahutə dün şimdən gəri. Tavus kimi, tavus qanatlarını açır, tüklərini açır. Mən burada canlı görməmişdim, amma burada bizim yaşadığımız yerin yaxında bir evdə saxlayırlar. Bir zəmidə əlbəttə saxlayırlar. Orada görünür, çox da gözəl bir şeydilər. Erkəkləri çox gözəldir, dişiləri o qədər gözəl deyil. Zahirən də bu belə olmalıdır. Həmçü tavus eylərin colancəri, yəni Allaha deyir ki, sən tavus kimi hər yerə o qanatları açdın, hər yerə bəzədin. İndi Allah da hər yeri tavus kimi bəzəyibdir. Ruze-i lahutə dün şimdən gəri. Şimdən şahidim ola, indidən. Var isə canu dilində nuru fər, aləmi balaya qıl əzmi səfər. İndi insandan danışır ki, əgər sənin var isə canu dilində nuru fər, əgər sənin fər də gedib farsiyə məncə, elə biz çırağın nuruna fər deyərik. İşığının azlığına, çoxluğuna fər deyirik. İndi Türkiyədə formal da firmal deyə işlədirlər. Yəni işığına, çırağın bir cürə adıdır. Əgər hər halda sənin içində bir nur və işıq varsa, fər varsa, fərasət sözü də buradan gəlir. Fər və fərasət buradan gəlir. Yəni fərasət də işıqlıq da olur yenə. Aləmi balaya qıl əzmi səfər, nərdibani eşqüdür bu sədək ya sədən. Nərdibani eşqüdür bu mərsədün. Mərsəd nə ola bilər? Hal dildir nəqdi iş bu məqsədün. Mərsədün, məqsədün. O düzdür, amma mərsəd nə deməkdir, onu bilmədim. Canı kim həmrah eşq bar olə. Canı kim həmrah eşq bar olə. Bar demişik yük və
səmər, meyvə türkçə sözdür. Aqibət sərmənzilə səyyar olə. Bu səbəbdəndir ki, xəllaq cahan çün nəzər qıldı qulubə dürnəhan. Dərnəhan da farsıca əgər desək, gördü qəlbi Əhmədi eşqi əri. Gördü qəlbi Əhmədi eşqi eri. Ər demişik ki, savaşçı, qəhrəman, mübarizə aparan erkək. Burada eşq əri, yəni eşq eri, eşqin qəhrəmanı, savaşçısı. Xəncəri eşq ilə san münşəq eri. Xəncəri eşq ilə san münşəq eri. Həm məzaci ədəl idi cümlədən. Həm məzaci, məzac burada əxlaq ünvanındadır. Həm məzaci, bilirsiniz, deyir, mənim məzacım acıdır. Yəni ki, əsəbani adamam. Məzac çox davranmaq anlamında işlənir türkçədə. Ərəbcədə bir şeyi ehtimalən dadmaq anlamına gəlir. Əlbəttə o anlamda yazılmır. O dal zeylə yazılır. Bu o anlamda deyil. Amma burada bizim türkçəmizdə məzac əxlaq anlamına, davranış şəklinə məni olur. O anlamda. Həm məzaci ədəl idi cümlədən güya ruhi Muhammeddi bədən. Güya ruh Muhammeddi bədən. Görək bu birisi səhifəmizdə nə yazır? Sirri mazağəl bəsərdi xütbəsi, lərzi saz aləm idi sətvəsi. İndi burada bəzi kəlmələr yazıb ki, mən bilmirəm nədir. Sirri mazağəl bəsərdi xütbəsi, xütbə üzüdür, nə idi bunu deyir. Əlbəttə, bəlkə bunu keçsək indi Google-ə desək ki, nə cür yazılırdı? Əvvəlcə bu zağəl bəsər gözü nə olmaq deməkdir. Mən gərək bu internet idarəsini bir danışam. Mənim internetim indi çox zəif gəlir. Zağ در لغت به معنای منحرف شدن است. ما زاغت بصر به معنای چشم پیامبر صلی الله منحرف نشده است. Ma mənfidir, yəni ma zağəl bəsər, gözü kəc olmayıbdır. Xütbəsi, xütbə nə olacaqdır? Görək bu xütbəni nə gətirir? Xütbə məsafətül beynil qədəmi. İki dana yeriyəndə iki addımın arasına xütbə deyirlər. Tamam, elə bu qədər bizi görər. Lərzi sazı aləm idi sətvəsi. Sətvəyə baxaq şuraq ki. Sətvə. Səttən, sətta, istila, ələmal, qeyrül bir quvvə. Deyir ki, quvvə ilə, zorla özgənin malına şey eləmək, əl tapmaq. Tamam, bunlardan geçək indi. Sirr-i mazağəl bəsərdi xütbəsi, lərz-i saz-ı aləm idi sətvəsi, eşq aşıq, çun bülə dildə kəman, eşq aşıq çun bülə dildə kəman, kəmal eyləyə məşuq ana ərz-i cəmal. Eşq ilə aşıq əgər dildə bir kəmala yetişsələr, bir insanın qəlbində bir ya məğzində bir kəmala yetişsə, onda məşuq özün ona ərz elər. Eşq içində çünki faiq oldu ol,
dəvəti mi'racə layiq oldu ol, ta görə ayat-ı kibriyayı qəmu. Ədədi 5 yazıb burada. Buna görə fikirəm bu 5'ləri buna görə yazıbdır ki, şeirin axiri gəlib sətrin sonuna yetişmir. O 5'ləri yazıbdır ki, onu doldursun, ora boş görsənməsin, əyri görsənməsin. Yəni misrəyin əvvəli ilə axiri həmişə bir xəttdə olsun. Hətta bəzən görürük ki, bu çarçıvə çəkiblər. İndi burada çarçıvəyə baxanda görürük ki, çarçıvəni sonra çəkiblər. Əvvəl yazıblar, sonra ona çarçıvə çiziblər. Cizəndə görüblər ki, məsələn, Kəmalın L-i xəttdən eşikdədir. Onu adlayıblar. Kəmalın L-in üstünə qırmızı xətt çəkməyiblər. Adlayıblar, tazaşdan davam veriblər. Bu gözəl bir işdir hər halda. O zaman əli ilə, gözlə baxırmış yazanda, şeyinə baxmırmış. Eşq içində çünki faiq oldu ol, dəvəti mi'racə layiq oldu ol, ta görə ayat-ı kibriyayı qəmu, ta bilə əsrar haqqi mu be mu. Ta irə nur cəmalindən əsər, ta irə nur cəmalindən əsər, ola ruyətlə münəvvər çeşmi sər. Ərdi müjdə bir gecə nacahidən. Ərdi müjdə burada ehtimalən gəldi deyə. Ərdi ərmək, gəlmək, getmək, yetişmək, yəni yetişmək mənasındadır. Gəlmək, getmək deyil. Çox yetişmək mənasındadır. Ərdi müjdə bir gecə nacahidən, gəldi Cəbril əmin dərgahidən. Ol gecə qədr idi məlumul xəbər, xəlq و haqq yanında qayət mütəbər. Gecədə dəvətdə hikmət bu idi. Çin məşami xəlqə şəbbi yu idi. Çin məşami xəlqə şəbbi bu idi. Bu, burada yu deyir. Bu ətr. Gəncvəş hifz eyləridi yarani, görməyə ta didiyə əxyarani. Hər bir də budur şəbdə var sirri fəna. Bir də budur şəbdə var sirri fəna. Eylədi ağa ana ansün etina. Qaranlıq çox, mən qərə rəhdən çox acığım gələr. Giymərəm normalda. Amma qaranlıq çox gözəl bir şeydir. Qaranlıq təkcə yerdir ki, insanlar dünyanın hər şeyindən kəsilirlər. İçləri rahatlaşır, gözlərin qoyub yatırlar. Əgər iki aşığı məşuq bir olsalar, qaranlıqda bir-birləri ilə istədikləri kimi davrana bilirlər. O sözləri ki, ayıqlıqda deyə bilmirlər, yəni işıqlıqda deyə bilmirlər, onu qaranlıqla bir-birlərinə deyirlər. Əsli qaranlıqda insanlar içlərini çox rahat tökə bilirlər. Mən hətta bir kitab oxurdum ki, niyə məsələn restoranlarda və Kanadada, mən bunu Kanadada çox gördüm, Amerikaya bilmirəm, Kanadada bu rayizdir. Axşam günü olar, gün batar batmaz, şamların yeyirlər, yeməklərini yeyirlər, sonra biraz yol yeriyirlər. Sonra indi kitab oxuyacaqlar, xəbərə qulaq asacaqlar, nədir? Evin işığı olmur. Bir cüzültü gəlir evin bir qismətindən. Oradakı məsələn orada oturublar. Hamısı əlbəttə biraz da bahalıqdandır. Yəni Türkiyənin özündə də belədir. Siz tualetə girəndən sonra məsələn ya otağa girəndən sonra çırağı yandırırsınız, çıxmamışdan söndürüb çıxırsınız. Çünki çox bahadır. Su da bahadır. Hər şey bahadır. Onun üçün yəni Kanadada da o cürdür, Amerikada da o cürdür. İnsanların da gəliri azdır. Onun üçün ki məsələn 1 senti də verə bilməsin, izafi yandırmırlar. Amma bir illəti də buymuş ki, mən bilmirdim. Mən deyirdim ki, bahalığa görə çox. Məsələn, bizdən İran adlanan yerdə bir dənə otaqda 3-4 dənə lamp aslanır göydən, 200'lük.
Kanadada siz otaqda, indi mən əlan burada oturmuşam, buranın bir heç olmasa bir deyək 60 metr böyüklüyüdür bu oturduğum yerin əlan. Bəlkə də çoxdur. Burada bir dənə lamp yoxdur. Bir dənə lamp burada özüm qoymuşam qanşarımda. Bilmə 50-likdir, 30-luqdur, odur. Lamp qoymazlar, evi çox işıq eləməzlər. Xüsus gecələr, gündüz işıqdır hər yer. Amma gecələr işıq eləməzlər. Niyə? Mən bunu deyirdim ki, çox bahalıqdan dolayıdır. Sonra gördüm, yox, əslən bu bir düşüncədir. Bu düşüncə dekorasyona da keçibdir. İndi bu mühəndisliyə da keçibdir. Yəni mühəndislikdə burada çox lamp qoymurlar, simkeşlik çox eləmirlər. Niyə? Deyir ki, 2 dənə adam ya mütaliə eləyir, bir çıqqılı yanında çıraq olmalıdır, onu yandıra, onun işığı bunun kitabına düşməlidir. Evi neyinir, hər yerin işıq eləmiş ki. Bir budur. İkinci bu ki, 2 dənə sevgili bir yerdə oturublar, sevgili deyirəm, ər-arvad demirəm, çünki sevgili ər-arvaddan biraz yuxarıdır. Sevgi olmaq, eşq olmaq bir ayrı bir şeydir. 2 sevgili oturublar bir otaqda, oranın işıq nə qədər az olsa, onlar bir-birlərini daha məhəbbətli, daha aşiqanə görürlər. Çünki işıqda bir müşkül var. İşıq insanların eybilərini çəkir üzə. Birinin, məsələn, deyək ki, soyuq dəyibdir, dodaqları, ağzı, burnu uçuqlayıbdır. İşıq onu çəkir eşiyə. Ya hər nə, yəni bir irad olsa bədəndə, onu göstərir. Amma qaranlıqda bunları öldürürlər. Örtüləndə nə olur? İnsanlar bir-birinə çox qiyafədən yox, çox zahirdən yox, çox zahirdən yox, bəlkə içəridən aşiq olurlar, içəridən bir-birlərinə coşurlar. Onun üçündür ki, hətta sevişmək da yarı qaranlıq ya kamil qaranlıq otaqlarda olur. Bu, insanların təcəssüm zehnilərinin güclənməsi üçündür. Dedim, bu Kanadada, hətta restoranlarda da, məsələn, bir dənə İranda gedirsiniz restorana, çilçıraq, 40 dana çıraq yanır. Hər yer işıq, günüzdən də çox işıqdır. Kanadada siz bunu görməzsiniz restoranlarda. Görməzsiniz. Bu, adamlar mizlərinin qırağında ya orada burada bir dənə işıq vardı. Adamlar biraz bunu az görsünlər. Məsələn, fikirləşirsiniz, bir livanda içirsiniz, sevdiyiniz insanın dodağının rəngi çıxıb onun livanına. Bəlkə irgənərsiniz, amma onu görməyəndə rahatca çəkə bilirsiniz başınıza onun istikanından, o şeyi ki içəcəksiniz, onu rahatca başınıza çəkə bilirsiniz. Hər kəs olur olsun, yəni bu fərq eləmir. Gəncbəş hifz eyləridi yarani, görməyə tadiri əğyar ani, özgələr onu görməsin. Bir də budur şəbdə var sirr fəna. Gecədə insanlar bir-birində fəna ola bilirlər, bir-birlərində itə bilirlər. İtmaq çox gözəl, fəna itmaq demək desək yaxşıdır. Yəni, 2 sevgili bir-birinə gecənin qaranlığında itə bilirlər. Və günüz bu olmaz. Günüz bu olmaz. Günüz 1000 dana müşkül vardı. O 1000 dana müşkül qoymaz 2 dana sevgili bir-birlərinə fəna olalar. Həm də uzun zaman gecə indi hər neçə saat yatırlar bir-birlərinin yanında. Eləyə bilirlər ki, bir-birlərində fəna olar. Amma günüz onların hamısı gedir qabaq, hamısı hicab olur. Hamısı difar hörür insanların arasında. Hətta 2 sevgilinin arasında. Bir də budur şəbdə var sirr fəna, eylədi ana ansün etina, qıldı dəvət şəb içində həzrəti, ta fənada görə həsrət həsrəti. Ta fəna dedim, məncə gözəl mənası türkçədə var. Bir-birində itmaq, bir-birinin içində həll olmaq, bir-birinin içində zayib olub getmək.
Qıldı dəvət şəb içində həzrəti, ta fənada görə həsrət həsrəti. Gər dirisən haqq üçün keyf ara, əra. Gər dirisən, mən dirisən oxuram amma gər dirisən haqq üçün keyf əra, bəlkə ana yox fənadən qeyri rah. Ara ehtimalən aramaq, aralamakdan gəlir. Ara, axtar, ara. Bir də təmizlikdən gəlir. Arı, aramaq oradan gəlir. Gər dirirsən haqq üçün keyf arahı. Hı deyib də şeyi düzəlsin. Şeirin vəznini düzəlsin. Bəlkə ana yox fənadən qeyri rah. Vardı ya yanınca cənnətdən bəraq. Deyirlər ki, bəraq adında bir vəsilə ilə getdi göyə, gecə Həzrət Məhəmməd. Vardı yanınca cənnətdən bir bəraq. Kim bəsərdi ayğın qayət İraq. Kim bəsərdi, kim görə bilər ayğın. Bu ayğın ehtimalən yəni ayıq olsa, ayıq yəni bidar farsça. Ayıq ayıqdır da yəni. Ayğın qayət İraq. Bir adem idi ana məddi bəsər. Bir adəm idi ana məddi bəsər. Gərçə cismi idi qayət müxtəsər. Eyləmiş idi ani Rəbb-i əla. Hikməti birlə mərakibdən əla. Əli, əlbəttə burada Əli, burada da Əli gərək. Eyləmişdi ani Rəbb-i Əli. Hikməti birlə mərakibdən Əli. Xulluqu əmri xallaqu əmri müştəmildi xilqəti. Ehtimalən burada təşdidlə oxumayaq xalqi. O sakin çalma deyirlər türkcə. Çalmadır. Xalqu əmri müştəmildi xilqəti. İki cənnə ayinə, iki cənnə ayinə idi qəti. İki cənnə ayinə idi qəti. Çün səvar oldu bəraqa Müstəfa, Məscid-i Əqsaya gəldi ba səfa. Belə bir kitabdır. Bu şeiri oxuyaq ki, axırdan da birini oxuyaq. Kitabdan çıxaq işiyə. Şeirdir, çox gözəl. İslamın buracan tarixindən, əqidəsindən danışır. Məkkədən ərdi ana bi qafilə, gəldi anda iki rəkət nafilə. Əmri qıldı ol cənab-ı kibriya, ta qudum etdi güruhi ənbiya. Surət-i cismə girib ərvah udum, oldular ol şahət əzim ilə dəm. Surət-i cismə girib ərvah udum, oldular ol şahət əzim, ürdülər ol şahət əzim ilə dəm. Etdilər ol qiblə cahə iqtida, bildilər öldür cəhanda müqtəda. Oldular çün ol sır ilə ruberu, oldular çün ol sər ilə, sər baş. Oldular çün ol sər ilə ruberu, fərmandeh baş, komutan. Eylədilər ana dildən sərfuru, ruhlarında görəcək nuri xuda. Allah Allah oldu onlardan sada. Gər dilərsən büləsən haqqdən salat, ruh paşi Mustafa'ya ver salavat sallallahu aleyhi ve sellem. Tamam. Əlbəttə burada biz 35 qoyubdu. Bilmirəm ki 35 ehtimalən misrə oxuduq, beyt oxuduq, gəldik bura. Ehtimal verirəm ondan dolayı
Bu 35-i qoymuş olsun. İndi gedək bir ayrı səhifədən, məsələn, bu kitab 40 səhifəlik bir şeydir. Ona görə də 40 səhifəlik olduğundan 20 səhifədə görsənir. Burada bir şeirə gəldik. 136 misra. Məsələn, burada nəzərimə beyt nəzərimə gəlişi buradan olubdur. Çünki oldu sidrənün seyri tamam, eylədi kürsüyə ondan ehtimam, qaldı onda Cəbrəil ilə bəraq, kim zəruri idi ol dəmdə fəraq, kim zəruri idi ol dəmdə fəraq, eyləməz həddən güzər əhli vələh, çim ما minna dedi illa vələh, gəldi rəf düşdü pay həzrətə, san məlaqi oldu həsrətə, san mülaqi oldu həsrətə, vardı rəf yanınca bir mələk dir idi, deyir idi elhamdülillah, diyər idi məsələn, diyər idi elhamdülilləkə əşşükrü lək, kim səza etdün bəni bu hizmətə, kim səza etdün bəni bu hizmətə, eylədün idxal silk-i ümmətə, Cəbrəil qəmgüsar anə, həman etdi təslim ol rəsuli bi cəman. Bəndi rəf üstünə cün nazlə, oqudi nuri ayətin şəhnaz ilə, gördü qaldı anda Cəbril səni, dedi Allah'a səmər ladəm səni. Allah'a səmər satına yazılıbdır, bilmirəm nədir. Allah'a səmər ladəm səni. Səmərladəm olmaz, səmərladəm səni. Aləmi nəvarə yol düşdü bana. Ənvar yazılıbdır ehtimalən, silinib o nəvar görsənir, amma ənvar oxuna bilir. Aləmi ənvarə yol düşdü bana, bunda qal sən, olmasın zəhmət sana. Çünki əqli məhz edin xilqətdəsən, aqil olan bunda qalır sağ əsən. Əsmək, əsən orada qalır daimən titremək anlamındadır, amma titremək yəni diri və sağ. Əqlə bu vadi dəcüldür bu yegah. Əqlə bu vadi dəcüldür bu yegah. Sitr ilə eylər kişi haqqə şigah. Şinah olmaz, şigah, amma nə məniyyədir bilmirəm. Gedək bir başqa bir yerdən də biraz oxuyaq, sonra geçək. Çünki ərdi qayətinə intizar, bülbül-i dil oldu qayət eylə zar. Qayət ilə zar, gərçi gülzar içrə oldu hər nəfəs, olmuş idi leyk məhbus qəfəs. Çün qəfəsdən əndəlib azad olə, gül musahib buni canzad olə. Gül musahib buni canzad olə. Qurb içində bir dəxi bod olmaya. Qurb içində bir dahi bod olmaya. Yaxınlıq içində dahi uzaqlıq olmaz. O zaman ki iki insan bir-birinə yaxındır da orada uzaqlıq olmaz. O zaman ki uzaqlıq oldu, yaxınlıq yoxdur da. Qurb içində bir dahi bod olmaya. Bünuş edib bu cami qan özgəmiyə. Benuş edib işmaq. Benuş edib bu cami qan örgəmiyə ya özgəmiyə.
olacaq zahir gözə eynül yəqin. Olacaq zahir gözə eynül yəqin. Diğer yine ne vardı orada? Nurun cəmi olacaqdır. Diğer ne var alemde ya ondan yəqin. Belki bir qulb bod olur. Hab bir taraf şirketi nispet olur. Matruh raf. Tamam, biraz da buradan okuduk. Gedək kitabın burada bir kəd səhifədən keçək. 2 səhifə əlbəttə başı aşağıdır. Keçək bu birisinə. Görək ki, burada 1121 beytidən sonra, əlbəttə burada bir Tazaşdan 121 yazıb, Tazaşdan yazıbdır. Bu pəs beytilərin şeyi deyil. İhtimalən burada şeirin formatı değişilir. Buranı əgər oxusaq, görək ki, nə olacaqdır? Cənab-ı Şeyx İsmail Haqqi odur müstərşidinə Qavs-ı Azam. İndi bu şeiri onun haqqında yazıblar. Cəlibdir, çünki adam özü-özünə şeiri bu cür yazmaz, yəni inanmıram, bəlkə də yazıbdır. Cənab-ı Şeyx yox yazmaz, xüsusən ki, dərvişlər əslan belə yazmazlar. Yəni arif insanlar belə yazmaz. Cənab-ı Şeyx İsmail Haqqi odur müstərşidinə Qavs-ı Azam sərəndişəsi Cəbrail mə'na sirr əndişəsi Cəbrail mə'na həyat əfza o ismi ruh aləm həmişə eylədi avizeyi cüş nəvayi nayi gülkən heft çarım. Ne oldu burada? Şiir qatışdı məncə. Bənə nozadiyi təb'i buləndi sənayi müfxər اولاد آدم şəbi mirac و سفن معجز آثار بیاز çəkdi mətbu müsəlləm زبانی زبده اقلام حقdır sözü انطاق حق الله اعلم دری جنزینی رازی edip باز هنوز oldu بدید اسرار مبهم مقام فضل برترdir bu معراج تقربlə olur aşık mufakkam فکان قاب قوسین او ادنا müsəccəl hükmü min məzaü müxəttam ya munhattam təcəlli iqtibası et müstəfadən budur ol kənzə mir'at-i mütəlləm ya mütləm. Vahidi edib qəraət söylədim tarixi. İndi bunda tarixə gəlir. Görək burada nə deyəcək. Bu səfə oxuyaq. Fikrim kitabın ilə son səfələridir. Ona görə. Qoydu sərgəşdə səyyarati seyri. Qoydu sərgəşdə səyyarati seyri. Geçib əflaki ol nuri mücəssəm. Bu hingam visalün zikri fikri. Dəruni xurrəm eylər çeşmi pürnəm çeşmi pürnəm sifət mənzuməyi gördükdə Hatif dedi tarix olub bu beyt mülhəm tarixi yazır. İndi burada nə cür dedi tarix olub bu beyt mülhəm bu beyt indi nədir? Orada tarixi burada yazır. Bu tarixdir. Orada da yazmışdı əlbəttə. Tarixi geçmiş, o birisində də yazmışdı 1121. Kitabın yazılma tarixi 1121'dir. Sütur-i pak mi'raciyyə Hakka nəhade səlləm balaya səlləm ya sələm balaya sələm səlləm olacaqdır. İndi burada bu hurufları cəm eləyiblər əbcəd üzü ilə olubdur 1121. Yenə də Tazaşdan bunu
Bu şeir ki başladıq. Bundan öncə də elə tarix yazmışdı 1121. Bunlarda da yazıbdı. Tarix qoyub əslində. Yəni o kitabı çevirsək, qoy bunu çevirim, mən bunu burada bir şey gördüm. O elə bir şeir deyil. Qəşəng də bir şey gördüm, nəzərimə gəldi. Əcəl eləyə bilsək bunu. Bəli. Burada bir şeir yazır, onu oxuyayım. Deyir ki, Haqq ya dedim bu nəzmi dilkeş tarixini. Payi mi'rac budur, nərdiban nur bu. 1121 yazıbdır. Bu şeirin qutulunda tarix qoyubdur. Ehtimalən elə Haqq ya dedim bu nəzmi dilkeşün tarixini. Payi mi'rac budur, nərdiban nur bu. Ehtimalən bunlarda bir şeyləri cəm edirlər, gəlir 1121. Dedim, mən bundan baş çıxartmadığım üçün girməm. Və ləhu eyzən, ayrısında deyibdir, digər tarix. Və ləhu eyzən, digər tarix. Buldu mi'raciyyənin ey haqqi. Yenə burada ey haqqıdır ya bu mi'raciyyənin ey haqqi qırmızı yazıbdır 1121 yenə də. Sənin şəni əli və ləhu eyzən digər tarix. Yenə burada bir dənə ayrı tarix, Farsi. O da bir dənə Farsi yazıb tarix. Bedan hesabı kitabəm zinəzm çün lolo. Qal həqqiyyül fəqil tarix cəllə şəni kitab-ı mi'rac. Yenə də hər ikisində bunları ki oxudum. Bedan hesabı kitabım zinəzm çün lolo. Cəm ediblər olub 121. Və ləhu eyzən bil ərəbiyyə. Ərəbisi də necürdür? Qaləl həqqiyyül fəqirli tarix cəllə şəni kitab-ı mi'rac. Və ləhu eyzən bil huruf cöhərin. Cöhərin indi nədir bilmirəm. O da yazıb ki, harf məchuri ilə tarixini et əzbər. Bu nəzm ya kim oldu? Əqdül cəman bərabər. Yenə burada tarixi yazıbdır. Təqrid təriqi ilə deyilən tarixlərdir. İndi burada da tübarə təqriz nədir mən bilmədiyim üçün bunları keçmirəm. Buranı oxuduq. Hər halda kitabın tarixin burada neçə dəfə təkrar elədiyi üçün mən bunu bir dəfə də çevirim gəlsin. Oranı gördük. İndi burada bir vahidi Haqqı İsmail Əfəndi ol əzizi mühtərəm göstərər təhdis nemət edib istəxr istixracını göstərir təhdis nemət edib istixracını bad feyz ilə təməvvüc eyliyib dərya misal dəmbədəm izhar edər xoş eyliyib əmvacını hər biri məhbubi mi'racə biçdi bir libas vermədi əndamindən haqqın kimi həllacını surət-i mi'racə əl-bə'su etdi surət-i mi'racə əl-bas etdi bir faxir libas həm ərusi bikr mə'ananın giyirdi tacını böyle asara həmişə haqq müvəffəq eyləsin xan-ı lətaifilə qılsın müxtənəm mühtacını tarixcində vahidi. İndi burada bir adam ki bu şeiri yazıbdır, buranın adını qoyub vahidi. Vahid adında bir adam yazıbdır. Vahidi edib qəraət söylədim tarixini buldu mi'raciyyə şah-ı cahan mi'racını. Vahidi bu şeirləri yazıbdır, ehtimal verirəm. 1121 cenədə. Ləhu eyzən cenədə bir şey. Zibəndi zəhi bu nəzm baç 1121. Tarix zikril Mahmud şəhir Licavazadə bir Havazadə belə bir şey yazıbdır. Oxuya bilmirəm. Doğru oxudum, qələt oxudum, amma öcürsüz bir şey yazıbdır. Yenə də o tarix təkrar olub. 1121 tarixi çoxca təkrar olur, dostlar.
Mustafa Fariq. Düşdü bir misra ilə tarixi 1121 vəsf merac şəfiül aləm. Tarix zikri Mustafa Fariq. O da belə yazıb. Bunlar indi zahirən bu kitab bu tarixdə yazılıbdır. Hər halda gəldik kitabın sonuna. Sonundakı şeiri oxuyaq və bundan bu kitabı qutaraq. Tarixi zikri لأبي الهدى عبد الهادي الغازي في ماضي بمدينة طرابلس الشام. Trablusda belə bir şeir gəlibdir. Zâke nazmun lilalin la 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 budaniye kelamüş şuara mentigim bin nefsil kudsiyi acizet enhu fuhumul bulaga ma cera min galemi haqqi كيف يحكيه مقال الأدباء كل سطر متواز فيه سلم المدح المعراج سما كيف لا نازم فاق علا يا علي كمل العصر بفضل وذكاء شمس ارشاد السماء تقوى شمس ارشاد سماء التقوى قطب الاقطاب بعرض غبراء ما تغني باغاني قلمه غنة القدس جدير الاسفاء يا اسفاء كل ما حرر في المعراج يا كل ما حرر في المعراج قول حق وعليه الإمضاء شكرا تتمه مسائية ولا فز فاها بنبي البطحاء. İhtimalen beləsi olacaqdır. Bəlkə qələt oxudum. Yenə də tarix qoyubdur. Min ra'yi yendezul tarixa habbəda hallə muhallil əsra 1121 El-Meraciye İsmail Hakkı. Tamam, bu kitabı okuduk. Burada biraz oradan buradan okuduk. Şeir-i Merac hakkında, insan ruhu hakkında əslində Meracı bir növ mən o şeylər ki oxudum. Cəbrəili əslən Cəbrəili məni dedi. Yəni düşüncə səthində. Cəbrəil özü düşüncə oldu. Mənə bu cəlib mənadır. Yəni. Cəbrəil bir düşüncədir, bir duyğudur insandır. Acaba Həzrəti Məhəmmədə Cəbrəil, yəni bir düşüncə gəlibdir, düşüncə hasil olubdur, yoxsa Cəbrəil bir fiziki bir varlıqdır? Bu sualı mətrəh eləmək olar. Bu kitabda irfandır əslində, şeir bu irfandır, bu irfanı mən tanımadığım üçün çox istəmədim davam edim. Burada bir dənə də Mənzumi Məarif, bunu oxumuşduq. Bunu oxumuşduq, gedək. Bu birisinə, bunu da açmışdıq əlbəttə. Görək ki, bunu da fikrim oxumuşduq. Bəli, bunu da oxumuşduq. Tamam, bir saat olub deyil, görər məncə. Bugünkü qalsın. Məcmuətü Sənaye ağır kitabdır. Sabahları bunu oxuyarıq. Bilmirəm neçə səfədir. Amma inşallah ömür olsa, Allah qismət eləsə, Türk dünyasının Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah təbarəkə və teala əgər qismət eləsə və nemətin bəxş eləsə, versə, biz bir ayrı gün bu kitab Məcmuətü Sənaye adlı kitabla görüşüzə gələrik.